içərisində yumurtacıq olur. Kitabı qoyuram. Yumurtacığın da içərisində rüşeym kisəsi. aha, rüşeym kisəsi əgər 5 dənədirsə, 5-ində də əgər mayalanma prosesi gedibsə, neçə toxum əmələ gələcək? Elə 5 toxum. Yəni rüşeym kisəsi elə nə deməkdir? Toxum deməkdir. Və yaxşı, bir rüşeym kisəsinin içərisində əgər ki, başlayıb bölünmə prosesi getməyə, bu zaman bir dənə əvvəl nə olurdu? Megaspor. Bəli, megaspor özü neçə dənə bölünmə keçirirdi? 7 bölünmə keçirirdi, 8 hüceyrə. Aha, bəli. Sonra rüşeym kisəsinin içində neçə hüceyrə olurdu? 8 hüceyrə. Osman, həmin bu 8 hüceyrədən dedi ki, ikisi nədir? Gəldi mərkəzdə birləşdi. Nəyə əmələ gətirdi? Adı nə idi onun? Mərkəzi hüceyrə. Mərkəzi nüvə və yaxud da mərkəzi hüceyrə deyirik. Mərkəzi hüceyrə. Bəs başqa bir dənə də hüceyrə daha yaxşı inkişaf elədi. O hansı hüceyrə idi? Nə deyirik onun adına? Yumurta hüceyrə. Bəs yaxşı, dedik ki, erkəkciyin içərisində nələr yetişirdi? Tozcuqlar. Aha, de görüm Yusuf. Tozcuq. Mənim tozcuqlar yetişirdi. Tozcuqlar sonra Tozcuq nəyə bölünürdü sonra? Bir dənə əsas. yerə bölünürdü. Aha. Makrospor olurdu. Həmin o makrospor nəyə bölünürdü? 4 dənə mikrospora. Makrosporlar mikrosporlara bölünür. Sonra mənim mikrosporlarda Həmin o tozcuq dənəsi deyirik də. Yəni o mikrospor olan, iki dənə nə əmələ gətirir? 2 cür olurdu. 2 nüvə. 2 nüvə olurdu. Vegetativ nüvə, generativ nüvə. Aha. Vegetativ nüvə mənim dişiciyin ağzına düşəndə mənim orada vegetativ nüvə Nə borusu əmələ gətirirdi? Nə deyirik onun adına? Ekəci borusu. Tozcuq borusu. Bəli, tozcuq borusu. Mənim vegetativ nüvə tozcuq borusu yaradırdı. Generativ nüvədə mənim həmin yolu keçirdi. Gəlirdi və 2 dənə nəyə əmələ gətirirdi? Spermi, bəli. Neçə dənə sperm əmələ gəlirdi? 2 dənə. Həmin sperminin biri gəlib nəyi mayalayırdı? Mərkəzi Hüceyrəni. Mərkəzi hüceyrəni, Biri isə yumurta hüceyrəni. Aha, əyləş. Bəs yaxşı, dedik ki, yumurta hüceyrə ilə spermi mayalanandan sonra nə əmələ gəldi? Toxumun nəyi? Yox, nə dedik ona? Zigot. Zigotdan nə inkişaf elədi? Rüşeym. Bəs yaxşı, mərkəzi hüceyrənin digər sperminə mayalanmasından nə əmələ gəldi? Bəli, endosperm. Ona görə deyirik ki, toxumun 2 hissəsi var. Rüşeymi və endospermi. İndi biz toxum dərsində danışanda bunları deyəcəyik ki, rüşeymlə nə əmələ gəlir, endosperm nəyə xidmət edir? Bu haqda da ətraflı məlumat verəcəyik.